Salam əziz izləyicilərim. Bugün sizinlə bir yerdə Temudan aldığım sifarişləri açıram. Sifarişlərimdən biri olan bu süfrə çox maraqlı görünür və görən kimi sifariş verməyə qərar verdim. Bu boşqablardan meyvə tavağı kimi istifadə etmək olar. Bir bağlamada 5 ədəd gəlir. Bu balaca qablar ədviyyat üçün çox əlverişlidir. Onu da qeyd edim ki, videoda göstərdiyim məhsulların çoxunun linkini açıqlama hissəsində qeyd etmişəm. Ora daxil olaraq sifariş edə bilərsiniz. Bu isə mətbəxdə çox lazım olan alətlərdən biridir. Bununla asan formada ananası rahat bir şəkildə doğramaq olar. Naxışlı salfetləri, raneri və servis kağızlarından mətbəxdə istifadə üçün almışam. Bu şüşə qabları uzun müddət idi ki axtarırdım. Bunlardan salat tökmək üçün 4 ədəd aldım. Bu isə kalbasa və sosiska doldurmaq üçün bir alətdir. Bu qabların içərisinə hazır düşbərə və mantı yığıb saxlamaq olar. Bu köynəkləri qızım üçün vurmuşam və keyfiyyətindən çox razı qaldım. Bunlar mayonez qapağını açdıqdan sonra ağzına bağlamaq üçün istifadə olunur. Həmçinin salatın ara qatlarına mayonezin nazik yayılmasına kömək olur. Bu alət isə meyvə tərəvəz qurutmaq üçün istifadə olunur. Bu alət əvvəl göstərdiyim alətdən fərqli olaraq təbii yolla meyvə və tərəvəzləri gün işığında qurudur. Üzərinə həşəratlar qonmadan ləzzətli meyvələrimizi quruda bilərik. Bugünkü sifarişlərim bitdi. Növbəti videoda görüşənədək rəylərinizi gözləyirəm.